2026-cı il dünya çempionatını izləmək üçün Amerikaya getmək istəyən, lakin viza müraciətləri rədd edilən onlarla Argentinalı təsəlli olaraq belə də televizor əldə edib. Təzə ki, istirahət edirəm Qafqaz Infoya. Argentinanın iri şirkətlərindən olan Nevsan konserni yerli Noblek markası ilə həyata keçirdiyi kampaniya çərçivəsində Amerika vizasından imtina cavabı alan ilk 100 nəfərə pulsuz televizor hədiyyə edib. Buenos Aires'də şirkətin ofisi qarşısında keçirilən aksiyada iştirakçılar 2026-cı ilin yanvar-iyul ayları arasında Amerika vizası üçün müraciət etdiklərini və rədd cavabı aldıqlarını təsdiqləyən sənədləri təqdim ediblər. Bundan sonra onlara Noblek markalı televizorlar verilir. Təbii ki, sənədlərini təqdim edəndən sonra sənədlər şahid qismindədir də. Kampaniya sosial şəbəkələrdə yayımlanan reklamında rədd edilmiş vizanı gətirin, pulsuz televizorunuzu aparın sualı yer alıb. Maraqlıdır. İnsanlar Amerikaya, Argentinanı necə Amerikaya getmək istəyiblər də, bir qrup Argentinalı təəssüf ki, vizaları ləğv olunub, onları belə əl-boş geri qaytarmayıblar. Hər birisinə bir televizor hədiyyə ediblər.